Deməli, davam edirik 8-ci çalışma ilə. 8-ci çalışmada burada dənliklərdir. Dənlikləri həll etməliyik. Deməli, baxırıq nömrə 8. Birincisində. Baxın, burada bizə birincisində x vurulsun 9 verir, bərabərdir 215 çıxılsın 35. Burada biz gəlin bərabərliyin sağ tərəfini birinci olaraq sadələşdirək. Yəni, çıxma əməlimizi yerinə yetirək. Yazıram, x vurulsun 9. 9 bərabərdir. Gəlin kənarda 215-dən çıxaq 35-i. Baxın, burada mən sütun çıxmadan istifadə edəcəm. 215 çıxılsın 35. Düzmü götürdük əyətləri? Bəli. 215 çıxılsın 35. Bəli. Deməli, burada yazıram indi. Baxın, 5-dən 5 çıxanda necə edir? 0. Yazdım bura 0. 1-dən 3-ə çıxmaq olmur. Gedirəm, 2-dən 1 onluq alıram, qoyuram bu 1-in üstünə. Olur burada 11. 11-dən 3 çıxanda necə eləyir? 8. Yazdım bura. Daha sonra burada 2-dən 1 onluq götürmüşdük. Ona görə burada 1 qalmışdı və bu 1-in də aşağısı boş olduğuna görə olduğu kimi qalır. Yəni, olacağımız 180. Deməli, yazıram burada 9 vurulsun x bərabərdir 180-ə. İndi, baxın, uşaqlar, burada məchul vuruğun tapılmasıdır. Məchul vuruğun tapılmasında biz demişdik ki, məchul vuruğu taparkən hasili bölürük məlum vuruğa. Deməli, yazırıq ona görə x bərabərdir 180 bölünsün 9-a. 180-də uşaqlar 9-a görəndə gəlin bölək burada ağacda bölməklə. Deməli, yazıram 180 bölünsün 9-a. Baxın, birincisində 9 yerləşmir. Ona görə 18-cisində 9 götürürəm. 18-cisində 9 2 dəfədir. 2-ni 9-a vuranda alırıq 18. 18-dən də 18-i çıxanda 0 aldıq. Baxın, burada mənim bir dənə 0-ım artıq qaldı və bu 0-ı gətirir bu 2-nin yanına. Və belə ki, cavabımız alır 20. Deməli, yazırıq buradan x bərabərdir 20. Ümid edirəm ki, sual aydın oldu. Deməli, burada cavabımız oldu. X bərabərdir 20-yə. Yazıram buradan da x bərabərdir 20. Sonra davam edirik ikinci sualla. Yazıram buradan 2. 2-də, baxın, bizə buradan y bölünsün 13 verilir. Bərabərdir 65 üstə gəlsin 17. Yenə burada uşaqlar, gəlin birinci olaraq bərabərliyin sağ tərəfini biz sadələşdirək. Yəni, yazıram buradan y bölünsün 13 bərabərdir. Kənarda gəlin 65-in üstünə gələk 17-ni. Baxın, 5-in üstünə 7 gəlirik, neçə edir? 12. 2 yazıram, 1 yadda. 6-nın üstünə 1 gəlirəm, 7 edir. Burada mənim 1 yaddan da var. Həmin o 1 də üzərinə gələndə alıram burada 8. Deməli, cavabımız alındı 82. 65-in üstünə 17 gələndə aldıq 82. Yazdım bura 82. İndi buradan məhsul bölünəni tapmaq üçün nə etməliyik biz? 82 vurmalıyıq 13-ə. Yəni, məhsul bölünəni taparkən biz böləni vurmalıyıq qismətə. Yazırıq, y bərabərdir 82 vurulsun 13. Bunlar uşaqlar bir mənalı qaydadır. Bunları biz bilməliyik. Gəlin kənarda 82-ni vuraq 13-ə. Birinci 3-ü vuraq 82-yə. 3-ü 2-yə vuranda necə edir? 6. Yazdım bura 6. 3-ü 8-ə vuranda 24 edir. Yazdım bura 24-ə. İndi 1-i vuraq 82. 1-i 2-yə vurduq 2 edir. 1-i 8-ə vururuq 8 edir. Burada toplayırıq. Alınır burada neçə? 6-nın baxın uşaqlar aşağısı boşdur. Ona görə olduğu kimi aşağı düşür. 4-ün üstünə 2 gəlirik 6 edir. 6 edir. Yazdım bura 6. 2-nin üstünə 8 gələndə 10 edir. Yazıram bura 10. Aldıq 1066.
Y bərabərdir 1066. Uşaqlar, ümumiyyətlə tənlikləri hesablayarkən biz onun düzlüyünü səhvini bilmiriksə, bunları biz yoxlaya bilərik. Yoxlanması necədir? Gəlin yoxlanmasına baxaq. Bu elədiyimiz iki misalın yoxlanmasına baxaq. Deməli, birinci misalda aldığımız x-in qiymətini gətirib yerinə qoyuruq. Baxın, birinci misalın yoxlanması. Yoxlanma. 20 almışdıq. Birincidə x-in qiymətini gətirib qoyuram yerinə. Yazıram 20 vurulsun 9 bərabərdir 180. Yəni mən 20-ni 9-a vuranda 180 alacamsa, yəni bu bərabərliyimin sağ tərəfinə, sol tərəfi bir-birinə bərabər olacaqsa, deməli mənim bu aldığım cavab doğrudur. Yox, əgər bərabərliklərim ödənmirsə, yəni bərabərliyimin sağ tərəfi ilə sol tərəfi bir-birinə bərabər olmursa, demək ki, buradan aldığım x-in qiyməti yanlışdır. 9-u vuraq 20-yə, gəlin kənarda yazıram 20 vurulsun 9. 9-u 0-a vurduq, eləyir 0. 9-u 2-yə vuranda alıram 18. Deməli, cavabı aldım 180. Deməli, bərabərliyimin sol tərəfini 180 aldım. 80-in sağ tərəfində olduğu kimi saxlayaraq, baxın, 180 bərabər oldu. Demək ki, birinci tənlikdə aldığımız x-in bu qiyməti doğrudur. Gəlin də ikincidə yoxlayaq. İkincidə y20-si aldıq 1066. Gətirib qoyaq y-in qiymətinin yerinə. Yazıram 1066 bölünsün 13 bərabərdir 82 almalıyıq. Görək bərabərliyimiz ödəyəcəkmi? Gəlin kənarda ağaclı bölməklə yoxlayaq. 1066 bölünsün 13. 13. Aha. Deməli, baxın, onun içində 13 yoxdur, ona görə 106-nın içində 13 axtarıram. Gəlin kənarda yoxlayaq görə 106-nın içərisində 13 neçə səfərdir. Yazıram buradan, baxın, əgər şifahi olaraq 106-nın içində 13-ü bilmiriksə, kənardan bu formada tapırıq. 13-ü vururam 1-ə, eləyir 13. Sonra 13-ü vururuq 2-yə, eləyir 26. 13-ü vururuq 3-ə, eləyir 39. 13-ü vururuq 4-ə. 13-ü vururam 4-ə, bərabərdir. Neçə edir? 52. 13-ü vururuq 5-ə, bərabərdir. 65. 13-ü vururuq 6-ya. Eləyir burada neçə? 78. 13-ü vururuq 7-yə, bərabərdir. Deməli 91. 13-ü vururuq 8-ə. Deməli 104 edir. 24, 104. Aha. 104. 13-ü vururuq 9-a. Bərabərdir. 13-ü 9-a vuranda neçə alırıq? Deməli 117. Baxın uşaqlar, biz 106-nın içində axtarırdıq. 106-nın içində ən yaxını budur, 104. Ona görə 13-ü vuracaq 8-i. 13-ü 8-ə vuranda aldıq 104. Altdan 4-ə çıxıram, 2 edir. Bu da 0-dır, bu da 0-dır. İndi 6-nı düşürürəm aşağıya. 26 içində 13 axtarıram. 26-nıza baxın, 2 dəfədir. 23-ü 2-yə vuranda 26 edir. Yazdım buradan 26 və buradan aldım 0'dır. Demək ki 1066-nı 13-ə böldük, aldıq buradan 82. Yazıram burada 82 bərabərdir 82. Bərabərdirmi 82? Bəli. Demək ki bizim burada ilkin aldığımız qiyməti doğrudur. Yaxşı uşaqlar, davam edirik. 3-cü tənliyimizlə burada cavabımız oldu. Y bərabərdir 1066.
Davam edərək üçüncü dəmliyimizdən. Burada bizə nə verilir? Mən kameranı biraz kənara çəkeyim. Demək, 5 vurulsun x bərabərdir 163 üstə gəlsin 243. Baxın, burada da yenə bərabərliyin sağ tərəfində mənə toplama verir. Bərabərliyin sağ tərəfini birinci sadələşdirirəm. Yəni yazıram buradan. 5 vurulsun x bərabərdir 163-ün üstünə 242. Gəlin kənarda gələk. 163 üstə gəlinsin 243. 242. 242'dir. Aha. 3'ün üstünə 2 gəlirik 5 edir. 6'ın üstünə 4 gəlirik 10 edir. 0 yazıram 1 yadda. 1 üstünə 2 gəldi 3. 1 yaddamda var idi. Elədi 4. Deməli aldıq burada 405. Yazıram 405. İndi burada baxın uşaqlar, məchul vuruğun tapılması qaydasıdır. Məchul vuruğu tapacaq nə edirdi? Qisməti bölürdü, məlum vuruğu. Yazıram x bərabərdir 405 bölünsün 5'i. Gəlin ağaclı bölməklə bunu hesablayaq. Bölək 5'i. 4'ün içində 5 yerləşmir. Ona görə 40'ın içərisinə 5 axtarıram. 40'ın içərisinə 1 uşaqlar 8 dəfədir. 8'i 5'ə vuranda 40 edir. 40'dan 40'a çıxıram, alıram 0. Sonra mənim burada bir dənə 5'im var. Bu 5'i aşağı düşürdürəm. 5'in içərisində 5 bir dəfə yerləşdirənə görə 1'i 5'ə vururam, alıram burada 5. Və bölməmizdə aldığımızı 85. Deməli yazıram x bərabərdir 81'ə. İndi uşaqlar, gəlin yoxlayaq görək, aldığımız bu cavab doğrudurmu? Gətirib x-in qiymətini yerinə qoyuram, yazıram 5. Yoxlanması. Vurulsun 81 bərabərdir 405 almalıyıq. Görək həqiqətən 405 edirmi? Gəlin kənarda 81'i vuraq 5'e. Baxın 5'e 1'ə vuranda 5 edir, düzdürmü? Yazdım bura 5. 5'i vururam 8'ə 40 edir. Yazdım bura 40. Demək ki 5'i 81'ə vuranda aldıq 405. 405 də bərabərdir 405. Deməli uşaqlar aldığımız bu x-in 81 qiyməti doğrudur. Deməli burada da cavabımızı aldıq 81. Bunu da bura qeyd edirəm. Bərabərdir 81'ə. X bərabərdir 81. Deməli baxaq indi növbəti 4-cü çalışmaya. 4-cü. Deməli burada bizə nə deyilir? Deməli yenə burada baxın, bərabərliyin bu sağ tərəfini birinci sadələşdirək, sonra bölməmizi yerinə yetirək. Deməli yazırıq buradan. Min 704 bölünsün A. Bölünsün A bərabərdir 87 çıxılsın 16. Gəlin kənarda 87'ni 16'dan çıxaq. Buradan yazıram 87 çıxılsın 16. 7'den 6'nı çıxırıq 1 edir. 8'den 1'i çıxıram 7 edir. Demək ki aldıq 71. 71. Burada bölməkdir. Bu bölmədir. İndi uşaqlar, məchul böləni tapmalıyıq. Məchul böləni taparkən biz bölünəni bölməliyik 71. Yəni yazırıq buradan A bərabərdir 1704 bölünsün 71. Deməli gəlin sütun bölmədən, ağaclı bölmədən istifadə edelim. 1704 bölünsün 71. Baxın 17'nin içərisində 71 yoxdur. Ona görə 170'in içində 71 axtarıram. Gəlin kənarda axtaraq görək neçədir. 71'i vuraq 1'ə bərabərdir 71. 71'i vururuq 2'yə. Neçə edir? 144. 71'dir. 142'dir.
71'i vururuq 3-ə. Bərabərdir 213. Baxın uşaqlar, biz 170-in içərisində axtarmalıyıq 71-i və 170-ə də ən yaxın olan ədədimiz 142-dir. Bu da 2 dəfə olmasıdır. 2-ni 71-ə vuranda 142 alırıq. 0-dan 2-ni çıxmaq olmur, 7-dən 1 onlu götürdüm. 10-dan 2-ni çıxıram, alıram 8. Burada 1 onlu götürmüşdüm, qaldı 6. 6-dan 4-ə çıxırıq, alırıq 2. Deməli, 28-in içərisində 71 yoxdur. Ona görə 4-ü, baxın, bu 4-ü aşağı düşürdürəm. 284-ün içində. Gəlin, axtaraq. 71-i vuraq 4-ə, bərabərdir. 71-i 4-ə vuranda alırıq buradan 284. Deməli, uşaqlar, bizə nə lazım idi? 284. 71-i 4-ə vurduqda 284 aldığımıza görə 4 dəfə götürürük və buradan aldıq 0. Deməli, bölməmizdə aldıq cavabımızı 24. A bərabərdir 24. Uşaqlar, burada da yenə düzlüyünü özünüz yoxlama qaydasından istifadə edilərək yoxlaya bilərsiniz. A-nın qiymətini qoyuruq yerinə. Bölməməni yerinə yetiririk. Əgər cavabımız 71 isə, deməli, aldığımız A-nın qiyməti doğrudur. Burada da aldıq A-nın qiymətini 24. Davam edək 5-ci tənliyimizlə. Davam edirik növbəti 5-ci tənliyimizlə. Deməli, burada bizə nə verilir? Baxın uşaqlar, yenə burada bərabərliyin sağ tərəfində və sol tərəfində deməli, sol tərəfində A bölünsün 7 verilib, sağ tərəfində isə bizə ifadə verilib. Baxın, burada sağ tərəfindən mən baxıram ki, həm burada mənə çıxma əməli var, həm də bölmə əməli var. Baxın, uşaqlar, bundan öncəki çalışmada da yenə biz orada mən qeyd elədim ki, əgər bizdə verilən ifadədə çıxma ilə bölmə x-i bir yerdədirsə, bölmə çıxmadan üstün olur. Yəni, biz bölməni birinci yerinə yetirməliyik. Daha sonra çıxma əməlini yerinə yetirməliyik. Yəni, ona görə burada biz birinci bölməni yerinə yetirməliyik. Gəlin yazaq. Mən təyini göstərməyəcəm uşaqlar. Birbaşa keçirəm hər yoluna. 5-ci. Amma siz dəftərinizə yazanda birinci təyinin özünü göstərsiniz, daha sonra aşağıdan onun həllini edirsiniz. Yazıram burada A bölünsün 7 bərabərdir. Baxın, çıxmada olan ədədimi olduğu kimi saxlayıram. Yəni, 2365 yazıram bura. 2365 çıxılsın. İndi gəlin uşaqlar kənarda bu bölmə əməlimizi yerinə yetirək. Yazaq 1050 bölünsün 25. Baxın, burada yazıram. Min 50 bölünsün 25. Baxın uşaqlar, onun içərisində 25 yoxdur. Ona görə 105-in içərisində 25 axtarırıq. Gəlin baxaq görək 105-in içərisində 25 neçə dəfədir. Bunu şifahi yolunu tapa bilmiriksə uşaqlar yenə vurmadan istifadə edirik. Bizim köməyimizə vurma çatır. Yazıram buradan 25 vurulsun 1 neçə eləyir? 1-i ədədin özünə vurduqda, hər hansı bir ədədə vuranda ədədin özü alınır. Yəni 25 edir. 25-i vururam 2-yə. Bərabərdir. 25-i 2-yə vuranda uşaqlar 50 eləyir. Yenə də bunu uşaqlar belə tapa bilmiriksə sütun qurmadan istifadə edirik. Baxın, belə elədikcə bir müddət sizdə çətinlik olacaq. Daha sonra artıq şifahi yolla həll edə biləcəksiniz. Ona görə də biraz əziyyət çəkmək lazımdır. Biraz çətinliyə, belə deyim, alışmaq lazımdır, çətinliyə dözmək lazımdır. Daha doğrusu, daha sonra işlədikcə o sizin artıq adi bir misala çevirmiş olacaq. Riyaziyyatda uşaqlar belədir ki, gizib gərək oturaq səbirlə, biz ancaq yazaq. Deməli, davam edirik, 25-i vururuq 3-ə, alırıq, necə? 75. 25-i vururuq 4-ə, alırıq buradan 100. 25-i vururam 5-ə, alırıq buradan necə? 125. Baxın uşaqlar, bizə neçə lazım idi? 105. Düzdürmü? 105-ə də ən yaxın olan 4-ə vurulmasıdır.
4'ü də 25-ə vuranda aldıq buradan 100. 105'dən də 100'ü çıxanda 5 alırıq. Baxın buradan 5 qalığım var. Ona görə bu 0 aşağı düşürdürəm. Alıram 50. 50'nin içərisində 25-ci dəfədir 2 dəfə. Yazdım bura 2. Çıxdım qaldı 0. Deməli aldıq bölmədə cavabımızı 42. Gətirib burada yazıram 42. 42. İndi gəlin yenə burada uşaqlar. Baxın, bərabərliyimiz sağ tərəfi yenə də mürəkkəbdir. Bunu da yenə də sadələşdirirəm. Yazıram yenə A bölünsün 7 bərabərdir. İndi gəlin çıxma əməlimizi yerinə yetirək. Deməli yazıram buradan. Buradan yazıram. Görünürmü? Bəli görünür. 2365 çıxılsın 42. Sütun çıxmadan istifadə edirəm. Rahat olsun. 5'dən 2'ni çıxırıq uşaqlar 3 edir. 6'dan 4'ü çıxırıq 2 edir. Baxın 3'ün aşağısı boşluq olduğu kimi düşür. 2'nin aşağısı boşluq olduğu kimi düşür. 2323 aldıq. Yazıram bura. 2323. İndi uşaqlar məchul bölünənin tapılmasıdır. Məchul bölünəni taparkən nə edirdi? Vururduq. Qisməti vururduq. Bölənə 2323 vurulsun 7 bərabərdir. Gəlin indi ağaclı deməli sütun vurmadan istifadə eləyək. Vurulsun 7'yə. Baxın 7'yə vururam. 7'nin çevrə necə eləyir? 21. 1 yazarım 2 yaddan. 7'ni 2'yə vurdum 14. Bu 2 yaddan var idi. Elədi 16. 6 yazdım. Yenə 1 yaddan. Bu 6'dır. Aha. 7'ni 3'ə vurduq 21. Burada da 1 yaddan var idi. Elədi 22. 2 yazıram. 2 yaddan. 7'ni 2'yə vurdum 14. Bu 2 yaddan var idi. Elədi 16. Aldıq cavabımız deməli 16261. 16261. Deməli bu tənlikdə cavabımız 16261 oldu. Uşaqlar yenə də deyirəm, yoxlanması qaydasından istifadə edib tənliyimizin düzlüyün səhvini müəyyən edə bilərik. Mən vaxt itməsin deyə daha yoxlanmasını eləmirəm, amma siz özünüzdə yoxlayıb əlinizi yoxlanma qaydasına da alışdıra bilərsiniz. Deməli aldıq cavabımızı 16261. Deməli 16261 aldıq. Gəlin keçək indi 6-cı tənliyimizə. 6-da bizə yenə baxın uşaqlar sağ tərəfini bizə mürəkkəb verib. Mürəkkəb formadadır. Burada da biz bir dənə kameramıza. Aha. Deməli burada yenə biz sağ tərəfində birinci sadələşdirməliyik ki, sonra biz məchul vurumuzu tapa bilək. Baxın, yenə bərabərliyin sağ tərəfində bizə həm vurma verilib, həm toplama verilib. Baxın, bundan əvvəlki ifadələrin tapılmasına çalışmamızda da bunu qeyd eləmişdim. Yenə qeyd edirəm uşaqlar. Vurma və toplama ikisi bir yerdə bizə verilərsə, bu zaman birinci vurma əməli yerinə yetirməlidir. Vurma toplamadan üstün olur. Həmişə vurma toplamadan üstün olur uşaqlar. Bunları biz artıq 5-ci sinifə keçmədən, 5-ci sinifə atlamadan biz bunları artıq bu hissələrdə bizim boşluğumuz varsa bunları biz mənimsəməliyik. Deməli, baxırıq indi 6-cı tənliyə. Yazıram buradan 6. N vurulsun 4. Olduğu kimi qaldı. 14. N vurulsun 14. Bərabərdir. Baxın 32 vurulsun 17 verir mənə. Bu 32 vurulsun 17'nin gələn birinci kənarda hesablayaq. Yazıram 32 vurulsun 17. 7'ni 2'yə vurduq, elədi 14. 4 yazıram 1 yaddan. 7'ni 3'ə vurdum 21. 21 bu da 1 yaddan var idi, elədi 22 yazdım burada. 1'i 2'yə vururam 2. 1'i 3'ə vururuq, eləyir 3. Toplayırıq. Baxın uşaqlar 4'ün aşağısı boşluq olduğu kimi düşür. 2'nin üstə 2 gəlirəm 4 edir, düzdür mü? Yazıram bura 4. 2'nin üstünə 3 gəlir, edir 5.
Aldıq burada cavabımızı 544. Yazıram burada 544. Baxın, bərabərliyin sağ tərəfini yazıram. 544 üstə gəlinsin 338. Yazdıq mı? Bəli. Daha sonra gəlin indi biz yenə bu toplamanı yerinə yetirib bərabərliyin sağ tərəfini biraz da sadələşdirək. Yazıram n vurulsun 14. 14 bərabərdir. Gəlin kənarda 544-ün üstünə 338 gələk. 338. Deməli, yazırıq buradan, sütun toplamadan istifadə edirəm. Düzmü yazdım, 338 bəli. Deməli, 4-ün üstünə uşaqlar 8 gəlirik, edir 12, 2 yazıram, 1 yadda. 4-ün üstünə 3 gəlirik, 7 edir. Burada 1 yaddan da var, edir 8. 5-in üstünə 3 gəlirik, 8 edir. Cavabımızı aldıq, 882 yazıram bura. 882. İndi uşaqlar, baxın, sadə bir tərnik aldıq. Burada indi bizdə məchul vurğun tapılmasıdır. Məchul vurğun taparkən nə inirdi? Qisməti bölürdü. Üzr istəyirəm. Deməli, hasili bölürdü məchul vurğun. Hasili bölürdü məchul vurğun. Deməli, yazırıq indi buradan. N bərabərdir. 882 bölünsün 14-ə. 14-ə. Gəlin kənarda 882-ni 14-ə bölək, sütun bölməklə yoxlayaq, görək necə alınır. Deməli, uşaqlar, 88-in içində 14 neçə səfərdir? Gəlin tapaq. Kənarda 14-ü vururam 1-ə, edir 14. 14-ü vururuq 2-yə, edir necə? 28. 14-ü vuraq 3-ə, neçə edir? 72. Deməli, 42. 42. Sonra 14-ü vururuq 4-ə. 14 vurulsun 4. Neçə edir? Bərabərdir. 14 4-ə vuranda alırıq buradan. 56. 56. 14-ü vururuq 5-ə. Neçə edir? Deməli, 60, 70. 70. 14-ü vurduq 6-ya, edir 84. Uşaqlar, bizə neçə lazım idi? 88. Bir də getməli. 14 vurulsun 7. Bərabərdir. 14-ü 7-yə vuranda alırıq burada 98. Baxın uşaqlar, bizə 88 lazım idi. 88-ə ən yaxın olan 84-dür. Yəni 6 dəfə. 14-ü 6-ya vurduq. Neçə aldıq? 84. Yazıram burada 84. 88-dən 84 çıxda 4 alırıq. 2-ni düşürdüm aşağıya. İndi baxaq, 42-nin içərisində 14 3 dəfə yerləşir. Yazıram buradan 3. 3-ü 14-ə vuranda aldıq 42 və 42-dən 42 çıxı aldıq 0. Cavabımız elədir 63. Deməli, n bərabərdir 63. 6-cı dənikdə cavabımız oldu 63. Davam edirik 9-cu çalışma ilə. Mən kameranı düzəltib, daha sonra çalışmanın həllinə keçək. Davam edirik 9-cu çalışma ilə. Ümid edirəm ki, uşaqlar, 8-ci tərnikdə, 8-ci çalışmada tərniklərdə bir çətinliyiniz olmadı. Ümid edirəm ki, aydın oldu hər biri. Yenə deyirəm, uşaqlar, bu ilkin yoxlama 4-cü sinifin təkrarıdır. Bu çalışmalarda sizin çətinliyiniz varsa, demək ki, 4-cü sinifdə sizin böyük bir boşluğunuz var. Onu mütləq 5-ci sinifə keçmədən o boşluqlarınızı doldurmalısınız. Yoxsa 9-cu sinifdə, üzrsə 5-ci sinifdə böyük bir çətinliyiniz olacaq.
Davam edirik 9-cu çalışma ilə. Yazaq bura nömrə 9. Görüntü necədir? Aha. Deməli, baxın burada bizə verilir ki, A bölünsün 28 bərabərdir 25 qalıq 8 olarsa, bu ifadənin qiymətini tapın. Yəni, verilən bu ifadənin qiymətini tapmalıyıq. Gəlin burada birinci A bölünsün 28 bərabərdir 25 qalıq 8. Buradan deməli A-mızı tapaq. Bizə veriləndə, bu formada veriləndə qaydamız buydu ki, uşaqlar. Baxın, burada bölünəni bərabər edirdik. 28-i yəni böləni vururdu, ona tamam qismətə, üstə gəlirdi qalığı. Yəni 28-i vurmalıyıq 25-ə, üstünə gəlməliyik 8-i. Baxın, belə bir ifadə aldıq. İndi burada yenə toplanma vurma eksi bir arada olduğuna görə vurmanı birinci yerinə yetirməli, sonra toplama əməlini yerinə yetirməli. Deməli, yazaq 28 vurulsun 25, gəlin kənarda 28-i vuraq 25-ə. 5-i 8-ə vuranda 40 edir, 0 yazıram 4 yadda, 5-i 2-yə vuranda 10 edir, üstünə 4 gəldirəm, alıram 14. 2-nin 8-ə vururuq 16, 6 yazıram 1 yadda. 2-ni 2-yə vururam 4. Burada 1 yaddan var. Elədir 5. Aha. Deməli, indi toplasaq. 0-ın aşağısı boşluq olduğu kimi düşür. 6-nın üstünə 4, 10 edir. 1 yazıram. 1-in üstünə 5, 6 edir. Burada 1 yaddan var. Elədir 7. Deməli, aldıq burada vurmada 700 yazıram. A bərabərdir. 700 üzərinə gəlinsin. 8. 700-ün də üzərinə 8 gələn uşaqlar alırıq 708. Deməli, A-mızın qiymətini aldıq 708. Gətirib indi bizə verilən bu ifadədə yerinə qoymalıyıq. Baxın burada. Yazıram, ifadəmiz nədir? 3021. Çıxılsın, 2 vurulsun, A-dır. A-nın yerinə qiymətini yazıram 708-i. İndi belə bir ifadə aldıq. Burada vurmada. Aha. Yenə uşaqlar vurma və çıxma x-i bir yerdədir. Ona görə birinci vurma əməlini yerinə yetirməli. Yazıram buradan 1 qoyuram. Deməli 708 vurulsun 2. 2-ni 8-ə vuranda 16, 6 yazıram 1 yadda. 2-ni 0-a vururam 0. Burada 1 yaddan var, yazdım 1. 2-ni 7-ə vurdum, elədir 14. Deməli vurmada 1416 aldıq. Gəlin indi ikinci ifadəmizi yerinə yetirək. 3021 çıxılsın 1416. 11-dən 6 çıxanda 5 edir. Yəni 1-dən 6 çıxmaq olmadı. Mən 2-dən bir 10-luq aldım. 11 üzərinə verdim. 11 oldu və 11-dən də 6 çıxdım, aldım 5. Burada bir 10-lu götürüb 1-ə vermişdik. Yəni burada qalmışdı 1. 1-dən də 1 çıxanda 0 edir. 0-dan 4 çıxmaq olmur. Gedirəm 3-dən 1 10-luq alıram. Qoyuram 0-ın üzərinə. Olur burada 10. 10-dan 4 çıxanda alırıq 6. Buradan bir 10-luq götürdüyümüzə görə 2 qalmışdı. 2 dənə 1 çıxırıq, alırıq 2. Edir 2605. 2605 demək ki, cavabımız oldu 2605. Davam edirik 10-cu çalışma ilə. 10-cu çalışmada. Bizə deyir ki, hərflərə uyğun ədədləri müəyyən edin. Nömrə 10. 1. Deməli, A vurulsun, A verilir burada uşaqlar. Bu o deməkdir ki, A vurulsun, A bərabərdir 81. Yəni, biz nəyi 2 dənə eyni bir ədəd, nəyə vuranda biz 81 ala bilərik?
Yəni burada kvadratlardır. Baxıram ki, mən bunun üçün uşaqlar vurma cədvəlini biz yaxşı bilməliyik ki, bunu rahat şəkildə tapa bilək. A vurulsun A bərabərdir 81 olarsa, burada yazıram A vurulsun A bərabərdir 9 vurulsun 9 şəklində. Demək ki, bizim A'mız bərabərdir 9-a. 9 oranı 81 edir. A'mızı aldı 9. Gətirib indi A'nın qiymətini aşağıdakı ifadədə yerinə qoyuruq. Yazıram B bölünsün A bərabərdir 23. B bölünsün A'nın qiymətini yerinə qoyuram. 9 bərabərdir 23-ə. Bölünəni tapmaq üçün biz qisməti bölənə vurmalıyıq. Yazıram B bərabərdir 23 vurulsun 9-a. Gəlin sütun vurmadan istifadə edək. 23 vurulsun 9. 9'u 3 vuranda 27 edir. 7 yazıq 2 yataq. 9'u 2 vuranda 18. Burada 2 yatımız var. Elədi 20. Aldıq buradan B bərabərdir 20'ye. 207'ye. 207. Deməli buradan A'nı aldıq 9. B'ni də aldıq 207. 207. Deməli, indi baxaq ikinci variantda verilənə. Burada 14 vurulsun A verilib, bərabərdir 1344, daha sonra A bölünsün B bərabərdir 8. Gəlin baxaq. İkinci. Onun ikincisine baxaq. Baxın uşaqlar, 14 vurulsun A verilir bizə burada. Bu deməkdir ki, məhsul vurğun tapılmasıdır. A'mız burada bizim məhsul vurdu. Məhsul vurğu taparkən nə edərdik? Hasili bölürdür məlum vurğa. Yazıram A bərabərdir 1344 bölünsün neçədir? 14. Gəlin indi burada ağaclı bölmədən istifadə eləyəm. 1344 bölünsün 14. 344 bölünsün 14'a. 13'ün içində 14 yoxdur, 134'ün içində axtarıq. 134'ün içində 14. Neçə dəfə yerləşir? Gəlin, tapaq. Deməli, burada baxın, biz 14'ə vurmanı bayaq götürmüşdük. Biz neçənin içində axtarırdıq? 134'ün içində. 134'ün içində 14 axtarır. Baxaq burada 134'e ən yaxın. Biz 98'e kimi gəlmişik. Gəlin davamını gedək. ...98. 14 vurulsun 8. 14 vurulsun 8. 14 vurulsun 8 bərabərdir. 14'ü 8'e vuranda alırıq buradan. 14'ü 8'e vuranda alırıq buradan 112. 8 4'e vuranda 32 edir. 2 yazdıq üstədə 8'i 1'e vuranda 8, 10'da üstünə 3 gəlir 11 edir. Daha sonra 14'ü vururuq 9'a bərabərdir. 14 9'a vuranda alırıq buradan 126. 126. Deməli, bizə indi buradan nə lazım idi? 134. Deməli, indi biz buradan 14'ü vururuq ona. Bakın 14'ü vururuq ona erir 140. Bizə 140 yəni 134'ün içərisində 134'e en yakın olan bizdə 126'dır. Ona görə 9 dəfə götürürük. Deməli yazıram buradan 9. 14'ü 9'a vuranda aldıq 126. 134'ten də 126'nı çıxanda 4'ten 6'nı çıxmaq olmur. Gəlirəm 3'ten 1 onluq aldım. Oldu 14. 14'ten 6'nı çıxdıq. Ailədir 8. Buradan bir onluğu götürmüşdük. 2 qalmışdı. 2'den də 2'ni çıxdıq. Elədi 0. Birdən də 1 çıxdıq. Elədi 0.
Deməli, qalığımız 8-dir, 4-ü düşürdürəm aşağıya. 84-ün içində 14. Baxın, 84-ün içində 14. Bizdə neçə dəfə idi? Baxın, 6 dəfə. 14-ü vurduq. 6 elədi 84. İndi alt dəfə götürsək 84 çıxdıq, elədi bu 0. Deməli 1344-ü 14-ə böldük, aldıq neçə? 96. Yazıram buradan A bərabərdir 96. Deməli A-nın qiymətini 96 aldıq. İndi gəlin yerinə qoyaq. İkinci ifadə yerinə qoyaq, B-ni tapaq. Yazıram 96 bölünsün B bərabərdir 8-ə. Baxın 96 bölünsün B bərabərdir 8-ə. B də bərabərdir. Böləni taparkən uşaqlar, bölünəni biz bölməliyik qismətə. 96 bölünsün 8. 96 8-ə böləndə uşaqlar nə eləyir? Gəlin bölək. 96 bölünsün 8. 9-un içində 8 bir dəfədir. Elədi 8. Çıxdım qaldı 1. 16-nın içində 8 2 dəfə yerləşir. Bu da elədi 16 0. Deməli 96 8-ə böldü. Elədi 12. Verimizdə bərabərdir 12-yə. Deməli burada biz A-nı aldıq neçə? 96. A bərabərdir 96. B də bərabərdir 12. Almış olduq. Keçək 3-cü ifadəyə. Deməli, davam edirik 3-cü. Onun 3-cüsü variantı ilə. Deməli, 120 bölünsün C bərabərdir 8 verilir. Baxın uşaqlar, burada məchul bir bölənimiz var. Məchul böləni taparkən biz nə edirdik? Böləni bölürdük qismətə. Yazıram indi C bərabərdir 120 bölünsün 8-ə. Yenə uşaqlar 120-ni şifa yolda 8-ə bölə bilmirsək, gəlin sütun bölmədən istifadə edək. 120 bölünsün 8-ə. Ağaclı bölmədən istifadə edirik. 12-nin içində 8 bir dəfədir. 12-dən 8 çıxırıq 4. 0-ı gətirdik. 40. 40-ın içərisində 5 dəfədir. Elədi cavabımız 15. 120-ni 8-ə böləndə aldıq 15. C bərabərdir 15-ə. C-ni 15 tapdıq. Gətirək C-nin qiymətini burada yerinə qoyaq. İkinci ifadədə D-ni tapaq. Yazıram 15 vurulsun D. 15 vurulsun D bərabərdir 465. 465. Aha. İndi burada uşaqlar məchul vuruqdur. Məchul vuruq taparkən nə edirdi? Hasili bölürdü məlum vuruğa. Yəni D bərabərdir 465 bölünsün 15-ə. Yazıram buradan 465, gəlin ağacda bölmədən istifadə edək. 15-ə. 46-ın içində 15 3 dəfədir, 45 edir. 46-dan 45 çıxırıq 1, 15-in içərisində 15 bir dəfədir, 15. 0. Deməli, D bərabər oldu 31-ə. Deməli, C-ni aldıq neçə? 15. C bərabərdir 15, D də bərabərdir 31. Gəlin 4-cü variantımıza baxaq. 4-cü. Burada bizə C-ni vurur. C-yə bərabərdir 6-nın 4-cü. Bax uşaqlar, biz nəyə vuranda 6-nın 4-cü edər? 80, yəni 64, 8-ə vuranda 64 edir. Burada da 100'dür. Onu da ona varanda 100 edir. Ona göre 80 götürür. Deməli aldıq buradan C bərabərdir 80'ə. Sonra ikinci ifadə C'nin qiyməti yerinə qoyub hesablayaq. 80 bölünsün D bərabərdir 5'ə. Baxın indi məchul böləni tapırıq. Məchul böləni taparkən nə edirdi? Bölünəni bölürdü qismətə. Deməli 80 bölünsün 5. D də bərabərdir 80-i 5'ə böləndə, gəlin bölək, ağacda bölməklə. 8-in içində 5 bir dəfədir, çıxdıq, 5-yə qaldı 3. 30-un içərisində 6 dəfə, 6 da 5-in elədi 30. Cavab elədi 16.
Burada da aldıq. C bərabərdir 80. D də bərabərdir 16. Belə uşaqlar, bu səhifədən olan çalışmalarımız bundan ibarət idi. Ümid edirəm ki, burada bir çətinliyiniz qalmadı, bir sualınız qalmadı. Yenə də uşaqlar, hər hansı bir sualınız varsa, hər hansı sizə qaranlıq qalan, hər hansı çətinlik çəkdiyiniz bir misal və yaxud da hansı çətinlik çəkdiyiniz bir hissə varsa, onu mütləq şərh bölməsində yazın. Mən geri dönüş edib orada sizin suallarını cavablandıracağam. Və ya uşaqlar, mənim ödənişli dərslər təşkil etdiyim qrup var. WhatsApp nömrəsinə yazaraq, əlaqə nömrəsinə yazaraq həmin qrupa qoşula bilərsiniz və həmin qrupda olan ödənişli dərslərdən də yararlana bilərsiniz və eyni zamanda müzakirə qrupunda sizə yaranan suallarınızı orada ünvanlaya bilərsiniz. Hələlik özünüzə yaxşı baxın. Növbəti səhifədə olan çalışmaların həllinə görüşənədək.